Hər birinizi salamlayıram bu videonu izləyən dəyərli izləyicilər. Başlıqdan da gördüyünüz kimi həqiqətən mənim köməyinizə ehtiyacım var. Nə cür köməyinizə ehtiyacım var, bunu da deyirəm. Bilirsiniz ki, YouTube'da bu cür bir şey var ki, düzdür, davamlılıq da önəmlidir, amma videoya like daha çox önəmlidir. Yəni videoya yaxşı like gəlməsi, videoya sona qədər baxılması vacib məsələlərdən biridir. İndi mənim məqsədim YouTube'u çaşdırmaqdır. Bunu da tək başıma yəni bacarmayacağam. Sizin köməyinizə ehtiyacım var. Nə cür kömək? Bu videoya bacardığınız qədər like atın, yorum yazın, baxın, tezdən baxın, yəni girin, paylaşın, baxın. Bu video önərilsin. Digər videolarda arxasıca önərilməyə başlasın. Yəni çox izlənsin videolar. Kanalımda fərqli reaksiya videoları paylaşıram. Hətta oyun videoları da bəzən ola bilər. Yəni oyun videolarına artıq son verdim çünki kanal üçün zərərlidir. Bilirəm ki, məni izləyənlər yəni oyun videolarımı izləməyəcəklər. Çünki mən reaksiya videoları Bunu görürəm, burada dəli oluram. Yəni bunu çıxarım. Çünki mən reaksiya videoları ilə kanalımı böyütmüşəm, 3000 abunəyə çatmışam. Sizlər dəstək olmuşsunuz, sizlər videomuza like atmışsınız. Buna görə də videoya like atırsınız. Nə qədər çox like gəlsə, o qədər yəni bu videoya yaxşı insanların yəni qarşısına çıxacaq, yaxşı izlənəcək, mənə çox dəstək gələcək və bundan sonra paylaşdığım videolar da izlənəcək. Nə edirsiniz, bu videoya ancaq bir dənə like atırsınız, həqiqətən sizdən çox xahiş edirəm. Bu videoya like atın, bacardığınız qədər emojisiz, yəni smiliksiz yorum yazın, bacardığınız qədər. Nə gəldi yazın, yəni ki, bu video sırf yaxşı izlənsin deyənə. Çox əziyyət çəkirəm mən də, hər gün video çəkməyə çalışıram. Özümü tərifləmirəm ya da sadəcə kömək istəyirəm sizdən ki, bu videoya bir dənə like atırsınız, pulsuzdur. Videomuza like atırsınız, bir dənə kanalımıza abunə olmayan varsa bir dənə kanalımıza abunə olsun ki, yəni paylaşdığım videolardan xəbərdar olsun. Bundan sonra daha da qəşəng videolar çəkməyə çalışacağam. Bu vaxta kimi bilmirəm nə cür videolar paylaşmışam. Tələsik paylaşdığım videolar da olub, hətta bunu tələsik çəkirəm. Bu gün əslində iş olacaq deyə 5-ci gündə bu gün bunu çəkirəm, biraz montaj edib paylaşacağam. Yəni videolarda çox əziyyət olur, hətta video çəkməm vaxtı çox fikir elədiyim vaxtlar da olub. Gecə yatanda video fikirləri axtarıram. Sizdən köməyinizə ehtiyacım var mənim həqiqətən. Bacardığınız qədər, yəni bu videoya əgər buraya kimi baxırsınızsa, yəni baxın da, təkrar baxın ki, yaxşı izlənsin. Girin digər kanallarınızdan baxın, like atın. Ancaq like'larınız çox, like'larınız hətta daha çox önəmlidir, yorumdan da önəmlidir, belə deyim. Bu videoya əgər 1000 izlənmə gəlsə, 500 like gəlsə, bu video bilirəm ki, 10.000-dən yuxarı baxış edəcək. Bunu da siz bacaracaqsınız, bilirəm. Video qısa oldu, sadəcə yəni köməyinizə ehtiyacım var. Buraya qədər izlədiyiniz üçün də təşəkkür edirəm. Yorum yazmağı yaddan çıxarmayın. Buna görə pula görə eləmirəm. Pula görə eləsəydim mən indi buradan videola paylaşmayacaqdım. Görürsünüz, hər gün video çəkməyə çalışıram. Mən buradan sual-cavab videomu da baxsaz, gəlirimi də açıqlayıram. Düz deyirəm, inanın mənə. Özünüz də yəni süni intellektdən falan mənim səviyyəmdə olan YouTube kanallarının sahiblərindən soruşa bilərsiniz ki, onlar görüm necə gəlir qazanır, nə qədər qazanır. Yəni çox elə böyük gəlir yoxdur YouTube'da. Sponsordan falan qazanılır. Amma mən sadəcə insanların qarşısına önərilsin istəyirəm videolarım. Yəni çox insan qarşısına çıxsın, çox təklif olunsun. Bu da olmur. Nə qədər maraqlı video etsəm belə, yəni 500-ü keçmir izlənməsi. Sizdən çox xahiş edirəm bu videomuza like atın. Bir də kanalımıza abunə olun ki, YouTube görsün ki, bu videoya yaxşı like gəlir, yorum gəlir, sona qədər baxılır, təkrar baxılır. Bu video daha çox insan qarşısına çıxsın. Yəni də hər birinizi sevirəm. Sağ olun. Yaddan çıxarmayın ki, sevilirsiniz. Amma bu turbu burada artıqlıq eləyir nəsə. Videoda yaxşı görünmür. Hər birinizə təşəkkür edirəm. Dəstəyiniz mənim üçün önəmlidir. Bundan sonra daha yaxşı videolar gələcək, bayaq dediyim kimi. Söz tapmıram deməyə. Sağ olun. Sevilirsiniz. Gələn videolarda görüşmək ümidilə.